xoşdur bu gözəl gündə, bu gözəl məkanda gördüyüm üçün çox xoşdur. Salamlayıram hamınızı. Bu günün səbəbkarları var. Afər müəllim, Rahimə müəllim. Mən bu vəzifəyə keçdiyim gündən onların ikisini də həmişə yanımda görmüşəm. Verilən tapşırığın öhdəsindən artıqlaması ilə həmişə gəlirdilər, heç vaxt boyun qaçırmayırdılar. Çətində, darda həmişə məktəbin sütunları olan insanlardır, hər ikisi. Həqiqətən, bugün bizim də onları yola sarıq, onlar Afər müəllim həftənin birinci günündən işdən azaddı. Amma yenə o vicdanı ilə davam eləyir. Deyir ki, müdür, davamiyyəti kim yazacaq? Mən gələm. Amil müəllim demişkən, bizim məktəbimiz ailə məktəbidir. Ailə kimi idarə olunmuşuq həmişə. Mən həmişə çalışmışam ki, sizə öz ailə üzvlərim kimi baxın. Hər ikisinə düşərli olsun. Allah can sağlığı versin. Mən bilirəm ki, şəxsən mən üçün, şəxsən bir məktəb rəhbəri olaraq, mən üçün onların işdə olmamaqları bir itkidir. Başqa şey mənada demirəm ha, işdə olmamaqları. Şəxsən mən üçün böyük bir itkidir. Bu insanlar şəxsən mən üçün çox əzizdir. Hər ikisi. Bilmirəm nə dərəcədə hiss eləyitdilər, eləməyitdilər. Amma mən üçün çox əzizdir. Müdür, bir dənə sual verə bilərəm. Ver. Kəsilənləri də belə yola salsınız. Allah kəsilmən, dəvət olunayım. Kəsilməyəcək, ay afar. Kəsiləndə də canın sağ olsun. Allah sağ olsun. Özün bilirsən, müdürünlə bir yerdə şeysən. Bəli. Məndən başqa sakin müdürlük eləyə bilər. Həyat zikzakdır. Düşür, qalxır, düşür, qalxır. Axşam olanda qorxma. Bil ki, səhər açılı çıxdı. Dünya da dağılsa səhər açılı çıxdı. Mən öz adımdan, hamımızın adından bugün yola saldığımız bu iki nəfər əziz xələf müəllimlərimizin, hamımız üçün doğma olan gözəl insanların gələcək həyatında onlara işıqlı yollar arzulayıram, möhkəm can sağlığı arzulayıram. Allah balalarımızdan sevindirsin. Kimin balası varsa o bilir. Bala gülürsə, sən də gülürsən, bala ağlayırsa, sən də ağlayırsan. Allah heç bir ozu ağlatmasın. Ən pis şunu canına çəkməsin. Bu hicran Leyli, gelmirəm dalınca, mən sənin olunca, gelmirəm dalınca, mən sənin olunca. Leyli, Leyli, yandım aman Leyli, 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 halmayan Leyli, Leyli, can Leyli, bir dayan Leyli, öldürər məni, bu hicran Leyli. Məndən uzaq gedirsən niyə? Ürəyimdə üzürsən niyə? Məndən uzaq gedirsən niyə? Ürəyimdə üzürsən niyə? Canımı yaldım, onlara saldım, necə sevdim, Leyliyə döndüm. Leyli, Leyli, yandım aman Leyli, 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 halmayan Leyli, Leyli, can Leyli, bir dayan Leyli, öldürər məni, bu hicran Leyli, Leyli, can Leyli, bir dayan Leyli, öldürər məni, bu hicran Leyli.
Birinci növbədə mən istəyirəm ki, yəni bizim bu kollektivi, yəni böyük mənada ailəmizi təbrik edim. Belə xoş günə yığıldığına görə, yığıldığı üçün. Arz edək ki, belə xoş günlər, bir ayrılıq, hər şeydən, qayğıdan, işdən, gücdən ayrılıq, bir ruhun istirahət edəcəsi günlər çox olsun. Yəni, nə qədər bacarırıq, çalışaq ki, bunu çoxaldaq da. Bu günlərim Afət müəllimə və Rahimə müəllimə, yəni həyatlarında yeni etaba gedən günlərdir. Hər ikisinə uğurlar arzu edirəm. Allah bu gündən sonraki ömürlərini ürəkləri istədiyi kimi əzizlərinin, sevdiklərinin arasında xoşbəxt keçirməyi, ürəkləri istədiyi kimi keçirməyə qismət edəsin. İnsan ömrü ümumiyyətlə kədərli bir hekayədir. Dərindən baxanda təhlil edilirlər və müəyyən etaplardan keçir. Uşaqlıqdır, ən gözəl, əvəz olunmaz gənclik illəridir. Sonra gəlir orta yaş, başımız qarışır, işə, gücə, qayğılara, bu illərimizdir və nəhayət gəlir ahıl yaşımıza və ahıl yaşımızda sağ olsun hökumətimizi bizi təqaüdə pensiyaya bırakır. Pensiyaya çıxmaq, hamımız əslində elə hamı pensiyaya yaşı çatanda bir narahat olur. Yəni biz də hamımızın bildiyi kimi Şəhla müəllimin keçəni çıxdıq ki, necə olacaq? Yəni o da bir dövrdür də, keçid dövrüdür ona görə. Yəni bu dövr insan nə qədər ki işləyir, əslində işlədiyi dövrün mən deyərdim ki, bir o qədər də qədrini bilmir. Yəni hər gün bu prosesin içindəyik, hər gün işə gedirik, o çətinliklərlə üzləşirik, onları yola veririk və s. Bəzən də arzulayırıq ki, pensiya yaşımız çatsa çıxarıq. Amma pensiya, yəni pensiya yaşı çıxandan sonra çok arzulayırıq. amma pensiya çıxandan sonra yəni mən hiss elədim ki, insan yəni həmişə istəyir ki, yararlı olsun. Həmişə istəyir ki, öz fəaliyyəti ilə yararlı olsun. Onda insana daha maraqlı olur, həyat daha gözəl görünür. Və pensiya çıxandan sonra və bunu hiss edirsən ki, istər-istəməz daha sənin fəaliyyətin azalır. Bu fəaliyyətin azalması da hər şeyə təsir edir. Hər şeyə təsir edir. Yəni ona görə də nə qədər çalışsaq ki, pensiya çıxandan sonra da öz fəaliyyətimizi davam elətdirək, əlaqələrimizi davam elətdirək, həyatımızı, günümüzü yaxşı keçirək, onda insanın ömrü də buna uyğun, insanın sağlamlığı da buna uyğun olaraq deyəlim ki, gözəlləşir, gözəl olur. Bayaq o sözümün başında dedim, insanın həyatı kədərli bir hekayədir, amma elə o qədər də gözəldir. Həyat da gözəldir. Qəşəngdir də o zaman. Yaşamaq da gözəldir. Kədərli bir hekayə. Hər şey gözəldir. Dünya özü başdan başa gözəldir. Mən hər bir oda uğurlu pensiya yaşı çatıb qeyd edib, çıxmaq arzulayıram. Hər bir oda o Allah qismət edən ömrü axıra qədər o gözəllik duyğusunu duymağa, o gözəllik duyğusu ilə yaşamağa arzulayıram. Can sağ olun. Sağ olun. Bu dağlarda var olmaz, hey
sevmişəm Ondan gözəl yar olmaz Mən bir gözəl sevmişəm Ondan gözəl yar olmaz Qara gözlər, qara gözlər Qara gözlər, qara gözlər Qara gözlər, qara gözlər Qara gözlər, qara gözlər Aldı əqlimi başımdan Qəlbə vurdu yara gözlər Sonra vurdum, gölə düştüm Adım dildən dilə düştü Sonra vurdum, gölə düştüm Adım dildən dilə düştü Mecnun olup çölə düştüm Ağrım oldu yara gözüm Afər müəlliməni də, Rahimə müəlliməni də təbrik edirəm. 65 yaşları münasibəti ilə. Afər müəllimə mənim otaq yoldaşımdır. Rahimə də müəllimə. Özdəki ikisinin də hərəsinin özünün yeri var. Elə məktəbdə elə müəllimlər var ki, elə işçilər var ki, olmayanda hiss olunmur ki, onların yoxluğu. Amma ki, Afər müəllimədir, Rahimə müəllimədir. Həmişə gözümüzü axtarır. Xüsusən də Afər müəllimə, otaq yoldaşımdır. Ailəsinizin üstündən əksi olmayasınız, həmişə. Sizin də o günlər olsun. Bir dənə bu günlərdə göndərsin, sağlığı versin. Allah can sağlığı versin. Axırıncı olmasın, arıncı olsun tədbirimiz. Amin. Min getirmedin yarağa Yüreğim devasiye Sen gittesin beraber olmasın Şimdi sen olsan başım gelmez Sen için uyanma Sandırdın uyanma Buyda Neyse kaçırdım lanet buyda Çıkarsa nasıl ne buyda Gözlerim çökmekti muhabbet buyda Min getirmedin cana Yüreğim devasiye Gözlerim tavsiye Əziz kollektiv, mən bu günlərim çox sevinçliyəm. Əvvəla ona görə ki, hamımızı gördüm. Hamımızdan belə zövq aldım. İkincisi də Afər müəllimi ilə Rahimə müəllimə çox böyük müvəffəqiyyətlər arzulayıram. Allah olan canın sağ eləsin. Ondan sonra hamımıza da bu 65 yaşına çatmağı qismət eləsin. Canın sağlam olsun. Həmişə yaxşı işlərdə olasınız. Və məktəb kollektivimə və məktəbimizin rəhbərliyinə, Tamilla müəllimə xüsusi təşəkkür edirəm. Bu günü təşkil elədiyi üçün, bu günü bizə hamımızı bir yerə yığdığı üçün ona Allah can sağlığı versin. Sağ olun, həmişə bir yerdə olaq. Amin. Amin. Amin.
çox sevindim. Oradan deyirəm valla. Heç belə sevinməmişdim. Allah həmişə İllər sevindirsin. əvəzində oradan da. Yəni bir dəfə siz kollektiv mənə övmə gələndə sevinmişdim belə. Elə bilmişdim ki, arxam var. Harbasansa üzülme yüreğim dolu ya ben seviyorum gülsün Cemile. Sümüyle düşmedi. Fatma müəllim. Ben ne diyeyim? Aferin. Aferin Ruşkasan. Allah ikisini təbrik edirəm. Xeyirli, can sağlığı versin. Bundan sonra da bir 10 il, 15 il pensiyalarını xeyirli, ürək açıqlığı ilə, nəvələrin sağlığı ilə alıb işlətməyə Allah qismət eləsin. Bundan da çox, bundan sonra deyirəm, elə bundan da çox. Afərdə mənim qonşumdur, həm də Afərdən o qədər uşaq yazmağa da getmiş o. Ha vaxt saçı afər gecədə, deyəcək, ha vaxt gecədə, deyəcək. Ha, hamısına can sağlığı. Amin. Can sağlığı. Bir dənə qızım təklif lazım. Boynunu eğme sari boynunu eğme sari Seversen beylesen duyasan nefesini Allah'ım birce defa eşideydim sesini Nari 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 eleyim jetme yari Boynunu eğme nari boynunu eğme sari Hər ikisini təbrik edirəm. Xeyirsiz can sağlığı diləyirəm. Qalan ömürlərində xeyirli, huzurlu, rahat, sağlıqlı, xoş günlərlə keçirsinlər. Hamıya da arzulayıram. Ben kederden ekim, önümde diz çöküm. Ben kederden ekim, önümde diz çöküm. Bana hoşnur çekim, bana hoşnur çekim. Zulüm zulüm zulüm, zulüm zulüm zulüm. Benim yarım gülüm, gülüm gülüm gülüm. Yaxşı sözlərin hamısının hamı dedi. Təkrarçılıq olmasın deyə mən də o sözləri deyirəm. Bir onu deyirəm ki, Allah sağlıqlı ömür qismət eləsin hər ikisinə. O aldıqları pensiyanın azdır, çoxdur, yaxşı işlərə xərclasınlar. Doktordan, davadan, dərmandan uzaq olsunlar. Can sağlığı ilə sağlıqlı ömür qismət eləsinlər. Fərəklə yaşam. Allah hamımıza da qismət eləsin pensiya almaq.
Ümumiyyətlə bizim kollektivimizdə belə bir xüsusiyyət var ki, nə qədər aramızda söz-söhbətimiz olsa da, hamımız bir-birimizi mailəcək çox istəyirik. Bəli. Bizim bu müəllimimiz çıxıbdı pensiyaya, xeyirli yaş getirsin. Amil müəllim çıxıb olan ikisindən ötürü də darıxırıq həqiqətən. Səhv deyirəmsə deyim ki, həqiqətən candan, ürəkdən darıxırıq hər ikisindən. Mən də bir müəllim də olsam, mən də uşaqlaşıram elə bil ki, eşidəndə ki, Tamillə müəllim geyəcəm. Elə biləm ki, mən orada təzəldən yetim qalacam. Dədəmdən, ciyimdən yetim qalmamışam. Elə biləm ki, təzəldən yetim qalacam. Nə bilim, Allah yenə hamımıza dayaq dursun. Rahimə müəllimlər də, Afər müəllimlər. Xeyirli can sağlığı arzulayıram. Xeyirli yaş yetirsinlər. Pensiyaları xeyirli olsun. Türkiye'den Türkistan'a yoldur Azerbaycan. Türkiye'den Türkistan'a yoldur Azerbaycan. Ben Uygur, Tatar, Azer bir boydum. Kara, Kabak, Kırgız, Kazak bunlar bir soydum. Özbek, Türkmen, Uygur, Tatar, Azer bir boydu. Kara, Kabak, Kırgız, Kazak bunlar bir soydu. Aman geldi tam bir olsun. Təbrik edirəm. Can sağlığı. Başa vursunlar pensiyanı, yaşlarını. Aferin Sağ olsun. Sağ ol. Can sağlığı yaşım bitir. Silahdaşdı. Rahimə müəllimə böyük kimi çox böyük hörmətim var. Hər ikisinin xətrini çox istəyirəm. Bayaq deyirəm ki, mən əsasən samballı söz deməliyəm. Afər müəllimlə 6 ildir bir partada otururuq da, parta yoldaşı sayılır. Həqiqətən də Afər müəllimlə sən işə deyirəm ki, görəsən Afər müəllim deyəndən sonra o yerinə gələn adam nətər olasıdır, bir-birimizə uyğunlaşır. Oturuq orada biz o arxasında oturucuq da işimizi görəsik. Yəni uyğunlaşa biləsik. Afər müəllimə də, Rahimə müəllimə də hər ikisinə həqiqətən can sağlığı arzulayıram. Balaların üstündən əsir olmamağı arzulayıram. Təran müəllimin sözü ilə qüvvət kimi həqiqətən də bundan sonraki pensiya yaşını can sağlığı ilə, huzur içində, onlarla bir yerdə keçirməyi arzu edirəm. Allah əsir eləməsin. Bundan sonra çıxacaq müəllimlərə də Mən hər iki müəllimimizi təbrik edirəm. 65 yaşlarını bitirmək münasibəti ilə. Hər ikisinə can sağlığı arzulayıram, uzun ömür arzulayıram. Pensiyalarını yaxşı can sağlığı ilə yeməklərini arzulayıram. Həmişə də bizimlə olsunlar, bizim yanımızda olsunlar, gəlib getsinlər, daim bizlə olsunlar. Təbrik edirəm. Sağ olun.
Rahimə həm müəllim yoldaşı, həm də ki, atası evin ən əziz adamıyam hər halda. Yəni o tərəfdən də yaxınıq, bəli, özümə tostayım, bəli. Yəni həmişə yaxşı günlərdə səni görürüm. Məktəbdən çıxandan sonra da orada Allah qoysa balalarımın toyunda da xüsusi olaraq tapşırıq verdilər, çağıracağam Allah qoysa iştirak edirsiniz. Afər də ki, Afərin də xüsusi yeri var. Afər həmişə elə bilir ki, dəstək olub da həmişə çox sağ olsun. Hər iki olsa Allah nətər deyim, işlər olsa su kimi aparsa, bala xeyri, toyunu qismət eləsin, mən də gəlim və Obşu Cavanlar adından hamımız bir yerdə deyək sizin hər iki olsun, hər iki. Can sağlığı ilə uzun ömür yaşamağa qismət eləsin. Pensiyanızı xeyri xərcləməyə, gəzməyə, giyinməyə xərcləməyə Allah qismət eləsin. Hər biriniz çox sağ olun. Belə tədbirləriniz çox olsun. Məktəbiniz uzun ömürlü olsun. Biz də xeyirli hədimiz növbə-növbə 65-ə sağ olun. Sən də çox sağ olun. Afər müəlliminə, Rahimə müəlliməni bir daha bütün kollektiv adından ad günləri münasibəti ilə yeni həyata, yəni istirahət həyatına qədəm qoyduqları gün münasibəti ilə təbrik eləyirəm. Bütün kollektiv adından onlara möhkəm can sağlığı arzulayıram. Balalarından həmişə xoşbaxt, fərəhli olsunlar. Həmişə sevinç içində, can sağlığı ilə öz yaşlılıq həyatlarına qədəm qoyurlar. Təbrik edirik hamımız. Kollektiv adından biz saxladın yoxsa kəsdin? Rahimə müəllimə ilə Afər müəlliməni bu gözəl gün münasibəti ilə təbrik edirik. Buyurun. Afər müəllimə. Sağ olsun. Afər müəlliməni. Hamımıza da bu gündən qismət olsun. Həmişə gözəl, xoş günlər yaşayın.
Amin.